lavanda çiçəyi və ondan alınan məlhəm və yağlar yuxusuzluq, depressiya, ağrı və yaranın əlacıdır. Başınız ağrıdığında 1-2 damcı lavanda yağı ilə masaj etsəniz, ağrısı kəsər. Fitoterapevtlər bildirirlər ki, lavanda yağı içənlər yuxusuzluq nədir bilməz. Avropada və Amerikada uşaqların rahat yata bilməsi üçün onların yastığının içinə lavanda çiçəkləri qoyurlar. Kosmetika sənayesinə küllü miqdarda gəlir gətirən lavandanın ən müsbət tərəfi qaraciyər xəstəliklərinin əlacı olmasıdır. Xroniki hepatit B və hepatit C viruslarına qarşı güclü dərmandır. Qaraciyər metabolizmasını elə gücləndirir ki, hepatit B və hepatit C viruslarının çoxalmasının qarşısını alır. Qaraciyərində problemi olanlar, xüsusilə də hepatit B və hepatit C-dən əziyyət çəkənlərə fitoterapevtlər lavanda çiçəyindən hazırlanan çay içməyi tövsiyə edirlər. Həmin çayın resepti isə belədir. Bir çimdik təxminən 4-5 qram lavandanı 300 mg suda 4 dəqiqə dəmləyin. Qaynamasa lap yaxşı olar. Soyumasını gözləmədən süzgəc vasitəsilə süzün. Bu çaydan 15 gün hər axşam yeməkdən 2 saat sonra 1 stəkan için. Sadəcə yüksək təzyiq olanlara lavanda məsləhət görülür.